Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Gəlib deyirsiniz, pulum azdı amma yol kənarı ev istəyirəm, pulum azdı amma yola yaxın ev istəyirəm. Bax, bu ev o evdir. Düz yolun kənarında, 119 evin qarşısından keçir. Qapını açırsan 119 səni aparır, addım atmağa ehtiyac yoxdur. Balaca bir xudmani həyəti var. Yəni stol qoy, nə bilim çay, manqal, belə bir xudmani balaca həyəti var. Geniş 2 otaqdır, tam təmirlidir. Gəl. İri bir yataq otağı var. Belə bir geniş holu var burada, geniş kafesi var. Yataq otağın genişliyinə var. Qəşəng iri bir yataq otağı var. Qiymət çox super bir qiymətdir, əla bir qiyməti var. Gəl. Burada yerləşir bizim. Qəşəng geniş, təmirli, səliqəli qonaq otağı və qeyd edib ki, yəni Xırdalanın hündür bir ərazidir. Bu ərazidə nəmişlik qəti yoxdur və qoşa daşla tikilib. 119 nömrəli avtobusun axınıcı stansiyasına çatmamış yaxın bir məsafədə. Yaxınlığında market var, 119 düz evin qarşısından keçir. Evin qarşısına, yəni bir məhəllə yox, evin qarşısından keçir. Təmiz söhbət. Sağ tərəfə burada mətbəxdir. Burada bizim sanitar qovşağımızdır. Əslində bu mətbəxi dəyişmək də olar, mətbəxin burada çünki yer genişdir, qapısını dəyişib, sanuzların qapısını dəyişib, burada bir proyektdə dəyişilib mətbəx adını elde edə bilərsiniz. Sənəd bələdiyyə sənədidir, satış qiyməti 45.000 manat, real alıcıya evə baxandan sonra qiymətlə razılaşma olacaq. Əlavə sual olarsa aşağıda sağ tərəfdə nömrəmiz var, zəng edib məlumat alıb, gəlib evə yerindəcə baxıb razılaşa bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.